Bugün Azərbaycan televiziyasının fəaliyyətə başlamasından 70 il ötür. Azərbaycan televiziyasının təməli 1954-cü ildə qoyulub. Bakı Televiziya Mərkəzinin binası 1955-ci ilin sonunda istifadəyə verilib və 1956-cı ilin fevralına qədər Bakı studiyasından sınaq verilişləri yayımlanıb. 1956-cı ilin fevralın 14-də Göstərir Bakı sözləri ilə Azərbaycan televiziya tarixində ilk efir yayımı həyata keçirilib. İlk efirdə xalq artisti Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Ardınca Bəxtiyar bədii filmi nümayiş etdirilib. İlk illərdə televiziya həftədə bir neçə dəfə məhdud saatlarla efirə çıxıb. Zamanla yayım həcmi artırılıb, proqramlar zənginləşdirilib. 2005-ci ilin yanvarından etibarən Azərbaycan televiziyası 24 saatlıq fasiləsiz yayıma keçib. Bugün 70 illik zəngin tarixə malik olan Azərbaycan televiziyası ölkənin ictimai, mədəni və informasiya həyatında mühüm rol oynamaqda davam edir.